şikayətlər çox görürük. Məsələn, qadınlar ərlərinə şikayət edir ki, baxmır, dəyər vermir, maraqlanmır. Məsələn, yeməyimizə heç fikirləşmir. Nə yedik, nə içdik. Belə kişilər də var, çox təəssüf olsun ki. Hətta ibadət əhli içərisində də. Məsələn, deyir ki, filan qardaşların yanında oturanda səxavətlidir, evə gələndə amma xəsisdir. Belə eləmək olmaz. Sən yoldaşların, həyat yoldaşının ağzına qoyduğun hər loxmada onun üçün sədəqə var. Sənə vacib olan birinci ailəni yetizdirib, yetizdirmək, onları təmin eləmək. Sonra dostdur, yoldaşdır, qohum, əqrabadır. Belə var, belə insanlar var, dostda, yoldaşa səxavətli, evə gələndə xəsis. Belə olduğu halda qadın əlbəttə küsəcək. Onun da ki, qəlbi yumuşaq bir şeydir. Tez sınır, tez qadınlar elədir də görürsən incə bir məxluqdur. Həmən küsür, incir, qəlbi qırılır. Görürsən, axır bezir, tühab gətirmir, ayrılır. Səbəb nədir? Kişinin qayğı göstərməməsidir. Biraz kişilər müdafilədir, indi biraz da qadınlardan danışaq. Çox mühümdür. Qadınlara dəyər vermək lazım, xüsusilə müminə qadına. Vallahi bugün sənin yoldaşın hicab taxırsa, sənə görə, tək sənə görə, təbii ki, Allahın haqqı, lakin həm də sənə görə də öz irzini, namusunu qoruyursa, qardaşım. Saçının bir telini belə naməhrəmə göstərmirsə, sənin borcun da o qadının alnının öpəsə təşəkkür edəsən. Bugün nə qədər müsəlmanlar var, hətta ibadət əhlisini görürsən, qadınları namaz qılmır, ibadət eləmir. Həmişə belə görürsən kövrəkdir, belə şeylər çox rastlaşırıq indi. Sizin qədər biz də ünsiyyətdəyik qardaşlarla. Bilmir neynəsin. Vallahi deyirəm, əxilər, qardaşlar, Allah çoxlu şükürlər edin ki, sənin irzini qoruyan qadının var. Mən demirəm, başqası qadınlarda namus qeyrət yox. Xeyr, lakin şəriətin qoyduğu müəyyən çərçivə var da, ona əməl etməlidir hər bir qadın. Onlardan biri nədir? Baş örtüyü, hicab, qadının nəyidir bu? İffətidir, bu gözəlliyidir. Bugün bir teli görsənmirsə, vallahi o qadına sən çoxlu təşəkkür eləməlisən. Vüqar mənim yenə qadınlar tərəfə köçdürür. Dedim də, ona görə dedim ki, kişiləri tərəflədim, yenə, məndə biraz o tərəfə meyilliyi var, dedi. Mən qorxmuram, amma ki, neynim də. Neynim qardaş, belə bir cəmiyyətdə belə qadınlara niyə dəyər verməyəsən ki, vallahi o bizim bacılar Allah hamısına bərəkət versin.